Nə gözəldir, Azərbaycandan bizə yanacaq gəlir artıq qatarla. İndi də bu Sarkisyan, Koçaryan kimlər fəsləsinə aid olan şəxsiyyətini itirmişlər, başlayırlar boş-boş danışmağa. Buradan onlara təşəkkürümü bildirirəm. Belə ki, istəyənin özü çıxsın, istəməyənin gözü çıxsın. Kim düşmançılıq istəyir, getsin eləsin, az günə çıxacaq da görəcək. Düşmançılıq eləyənlər o deyə aparıb yığırlar, Bakıda hamısını içəri. Hamısı da deyir ki, biz eləməmişik. Nətər eləmişsin, bu qələti. Ağlınızı toplayın başınıza, Azərbaycan bizə bir şans veribdi, dəyərləndirmək lazımdır. 30 ildir bizi tırkalayıb veriblər qabağa, bu tırkanın nəticəsində də ancaq özümüz tırka olmuşuq. O deyə primer üçün Rubenə hardasa bir ömürlük nallayacaqlar. Ömürlük deyirlər ki, 150 il yaşasa bəlkə çıxdı. Hə, burada ol. O bir yaxşı atalar misalı var, deyir nə işin vardı bığırda, canavar səni çığırdı. Bir də Azərbaycanla müharibə eləmək üçün aşağısı bizdə atom bombası olmalıdır. O da lazım olanda, yəni atmağa yox, özümüzü partlatmağa. Əlbəttə, son vaxtlar mən bunu düşünmüşəm, biraz zaman keçsin, bir 3 sestrına artıq yanacaq versələr, Sarkisyanın Koçaryanı Alladı farasa göndərib orada da götürdürəcəm. Bax, Sarkisyanın Koçaryan belə iqtisadiyyatımıza qatqı sağlaya bilər.